Səhifəni bitirirsiniz və qəfildən ayılırsınız. Mən bayaqdan da oxuyurdum. Gözləriniz sətirlərdə gəzir, amma ağlınız axşamki yeməkdə. Narahat olmayın. Bu diqqətsizlik deyil. Bu beyninizin riyaziyatıdır. Beynimiz bir dəqiqədə orta hesabla 1300 fərqli fikri istehsal edir və üzərində düşünə bilir. Amma biz dəqiqədə cəmi 250 söz oxuyuruq. Arada yaranan o 1000 vahidlik nəhəng kognitiv boşluq beyni darıxdırır və beyin o boşluğu doldurmaq üçün dərhal özündən başqa əyləncə tapır. Sizi kitabdan qoparıb öz xəyallarına qaçır. Bu boşluğu doldurmağın iki yolu var. Ya oxuma sürətinizi beyninizin emal sürətinə çatdırmalısınız ki, beyin kənara baxmağa vaxt tapmasın. Ya da oxuduğunuz materialla strateji mübarizə aparmalısınız. Beyin o artıq enerjini kitabın içindəki gizli mənaları axtarmağa sərf eləməlidir. Problem sizdədir. Problem beyninizin sizdən daha sürətli olmasındadır. Onu idarə eləmək üçün ya sürəti artırmalı, ya da ona maraqlı bir sistem qurmalısınız. Əgər siz də oxuduqlarınızı bir dəfə anlamaq və beyninizin bu gizli sürətindən istifadə eləmək istəyirsinizsə, şərhlərə oxu yazın, sizə fokuslanma sistemini təqdim edeyim.